Salam aleykum. Bugün sizlərlə Kaderanın 2025 nəşrindən say sistemləri ilə bağlı olan suallarına baxacağıq. Say sisteminin əsası nədir? Say sisteminin əsası dedikdə, say sistemində iştirak edən rəqəmlərin sayı nəzərdə tutulur. İstənilən say sisteminin ən kiçik rəqəm simvolu hansıdır? Yadda saxlayaq ki, istənilən say sistemi 0 ilə başlayır. Onluq say sisteminin ən böyük rəqəm simvolu hansıdır? Biz dedik ki, say sisteminin əsası, yəni 2-likdir, 8-likdir, 10-luqdur, 16-lıqdır. Bu kimi say sistemlərinin adından da göründüyü kimi 2-lik dedikdə əsası 2-dir. Yəni burada 2-yə qədər olan rəqəmlər nəzərdə tutulur. Yəni 0-dan 1. Yəni onluq say sistemi dediyinə görə onluq say sistemi 10-a qədərki ədədlər nəzərdə tutulacaq. Yəni 10-dan kiçiklər və 0-da dayanır. 10-dan kiçik 0, yəni 10 ilə 0 arasında. 10-dan belə deyək də 10-dan kiçik 0-dan isə böyük ədəd. Bu hansı ədəddir? Ən sonuncusu 9-dur. Və yaxud da 0-dan başlayıb 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 artıq 10 gələ bilməz. Bunda bitdi. İndi bunlar arasında ən böyüyümüz bizdə 9 rəqəmidir. Yəni 9 cavabıdır. Hansı yazılış yanlışdır? Yazılış yanlışdır deyirsə, əsaslara baxırıq. Əgər say sistemlərinin əsasına uyğun olaraq burada say sistemini təşkil edən simvollar say sistemində yoxdursa, bu yazılış yanlış hesab edilir. Məsələn, bu 120 oxunmur. Bu oxunur 1, 2, 0. Əgər onluq say sistemi olsaydı, burada 120 oxuyardıq. Amma 16 say sistemi olduğuna görə 1, 2, 0. 16 say sistemində 1 də var, 2 də var, 0 da var. Onda bu düzgündür. Məndən yanlış istəyir. 8-lik say sistemində 1 də var, 2 də var, 0 da var. Onluq say sistemində 120 düzgündür. 2-lik say sistemində 2 yoxdur. 2-yə qədərki ədədlərdir. Buna görə də bu yazılış yanlış hesab edilir. Hansı yazılış yanlışdır? 8-lik say sistemində 8 yazılıblar. Bu avtomatik yanlışdır. Hansı yazılış yanlışdır? 16-lıq say sistemində 1 var, 8 var, F, A var. 16-lıq say sistemində 1, 8 düzgündür. 10-luq say sistemində 1, 8 düzgündür. 16-lıq say sistemində yenə Y hərfi var, 1 var, 8 var. Amma 8-lik say sistemində hərflər yoxdur. Hərflər 16-lıq say sistemindən başlayır. Hansı yazılış yanlışdır? 2-lik say sistemində 1, 1, 1. Bu düzdür. 16-lıq say sistemində bu da düzdür. 8-lik say sistemində düzdür. 10-luq say sistemində hərflər yoxdur. Kompüterdə say hansı say sistemindən yadda saxlayaq ki, kompüterdəki say sistemimiz 2-lik say sistemidir. 0 və 1-lərdən təşkil olunub. Mövqesiz say sistemi. Say sistemi iki cür olur. Mövqeli və mövqesiz. Mövqeli dedikdə gündəlik istifadə etdiyimiz saylardır, yəni natural ədədlərdir. Mövqesiz dedikdə isə rum rəqəmlərdir. Yəni burada mövqesiz say sistemini istədiyinə görə düzgün cavab olacaq C variantı. İkilik say sistemində hansı rəqəm simvollarından istifadə edilir? İkilik dediyinə görə 2-yə qədərki ədədlər, yəni 0 və 1. Tərkiblərdən hansı doğrudur? 8-lik say sistemi mövqesizdir. 8-lik say sistemi mövqesi ola bilməz. Nəyə görə? Çünki mövqesiz say sistemi rum rəqəmləridir. Səhvdir. Rum rəqəmləri mövqelidir. Xeyr, mövqesizdir. 16 say sistemi mövqesizdir, mövqelidir. Rum rəqəmləri mövqesizdir. Bəli. 10 say sistemində hansı rəqəm simvollarından 0-dan başlayaraq 10-a qədər ki, bütün rəqəmlər. Düzgün cavab D variantı. Hansı yazılış yanlışdır? 8, 9, 4, A, 16 düzgündür. 1, 1, 0, 0, 1, 0, 1. 2 say sistemində bu da düzgündür. 10-luq say sistemində 122 düzgündür. 8-lik say sistemində yeni 8 yazıblar. Bu səhvdir. 5, 6, 7 ədədinə əvvəl və sonra gələn ədədlər hansılardır? Bir ədəddən əvvəl. Tutaq ki, 10-luq say sistemində mən sual versəm ki, 2-dən əvvəl hansı ədəd gəlir? Necə tapırıq? 2-dən 1 çıxırıq. Və yaxud da 2-dən sonra hansı ədəd gəlir? 2-nin üzərinə 1 gəlir. İndi burada da normal bildiyimiz qaydaya görə 5, 6, 7-lik say sistemində olan ədəddən əvvəl gələn ədəd çıxmaq üçün 1 çıxmaq lazımdır. Tapmaq üçün 1 çıxmaq lazımdır. Sonra gələn ədəd tapmaq üçün isə üzərinə 1 gəlmək lazımdır. Və say sistemlərindən toplama çıxma qaydalarına uyğun olaraq çıxmaq lazımdır. Altdan 1 çıxanda 5, burada da qalır 5. 7-lik say sistemində. Altın üzərində 1 gələndə 7 edir. 7-lik say sistemində 7 olmadığına görə biz 7-dən 1 dənə 7-ni çıxırıq. Olur 0. 0 buraya yazılır. 1 dənə 7 çıxdığımıza görə 1 yadda bura gəlir və bu 5-in üzərinə bu 1 yaddan da gəlir. Olur 6, 0. Yəni 5, 5, 7, 6, 0 düzgün cavabımız olacaq. 16 say sistemində ümumi neçə simvol var?
var. 16 say sistemində ümumi simvollarımızın sayı, yəni say sistemimizin əsası elə 16-nın özüdür. Hansı yazılış yanlışdır? 7, 3, 2 düzgündür. 10 say sisteminə düzgündür. 16 say sisteminə CDF düzgündür. 2 say sistemində 1 və 0'lar düzgündür. 16 say sistemində rus hərfi olan B hərfindən istifadə olunub, bu avtomatik səhvdir. 3, 7, 7, 8 ədədindən sonra gələn ədəd hansıdır? Yenə sonranı istədiyinə görə üzərinə 1 gələcək, amma nəzərə alaq ki, bu say sistemlərində toplam əməldir. 7-nin üzərinə 1 gələndə 8 eləyir. 8, 8-li say sistemində yoxdur. Onda 8-dən 1 dənə 8 çıxırıq. Bu da eləyir 0, 0 yazılır bura. Bir dənə çıxdığımıza görə 1 yadda. Bu 7-nin üzərində bu 1 yadda gəlinir. 8 eləyir. Yenə yoxdur deyə bir dənə 8 çıxırıq. Bura yazılır 0. 1 yadda da bura gəlir. Bu 3, bu da 1 yadda 4. Yəni düzgün cavab 4, 0, 0, 8-likdir. 2, 3, 5 ədədindən sonra gələn ədəd. Yenə eyni qayda ilə üzərinə 1 gəlirik. 6 say sistemində verildiyinə görə 6 eləyir bunun cavabı. Bu da 6-lıqda yoxdur deyə bir dənə 6 çıxırıq 0. 1 yadda 3, bu da 1, 4, bu da 2. 2, 4, 0 düzgün cavab B variantı. Hansı yazılış yanlışdır? Burada variantı nişanlamamışam, nişanlayayım. Hansı yazılış yanlışdır? 1, 2, 2 düzdür. Bu düzdür. 8-lik say sistemində 8 yazıblar, səhvdir. Ədədindən sonra gələn ədədi tapmaq üçün yenə də eyni qayda ilə 2, 3, 9 ədədinin üzərinə 1 gəlmək lazımdır. 9-un üstünə 1 gələndə 10 eləyir. 16 say sistemində 10 yoxdur. Əvəzində hərflər var. Yəni biz 9-a qədər gəlirik. 9-dan sonra artıq 10'a A deyirik, 11'ə B deyirik, 12'ə C deyirik, 13'ə D, 14'ə Y deyirik, 15'ə də F deyirik. İndi burada 10 elədiyinə görə bura avtomatik A yazıram. Burada 3, 2, 2, 3, A. Düzgün cavabımız olacaq 2, 3, A, C variantı. Növbəti videoda ikinci hissənin izahını sizlərə təqdim edəcəm.